Tetricqaroda kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər davam edir. Yerli sakinlərlə məsləhətləşmələrdə bugün bələdiyyənin meri Mixail Abtsiyauri, birinci müavini Levan Xmaladze və müavini Ramaz Qulbani iştirak edib. Görüş zamanı böyük və Kiçik İraqa, Samğereti və Cuvara kəndlərində yerli sakinlər 2026-cı ildə həyata keçiriləcək içməli su sisteminin təkmilləşdirilməsi üçün planlaşdırılan layihələri müzakirə etdilər. Tetricqaroda kəndə dəstək proqramı ilə kəndlərdə görüşlər davam edir. Bugün Böyük İraqa və Kiçik İraqa kəndlərinin sakinləri ilə söhbət etdik. Gələcək planlardan, prioritetlərdən danışdıq. Mütləq nəzərdə tutulan planları həyata keçirəcəyik. Kənd sakinləri ilə görüşdə kəndi narahat edən həll olası məsələlərdən danışdıq. Mer şəxsən gəlmişdi. Söhbət əsnasında kəndi narahat edən və təcili həlli lazım olan mövzunun həllinə səs verildi. Kəndə dəstək proqramı ilə bu kəndə ayrılan məbləğ sakinlərin istəyi ilə həmin məsələnin həllinə xərclənəcək. Meriya nümayəndələri kənd sakinləri ilə görüşərək bu il kənddə görüləcək işləri müzakirə etdilər. Mən bir tələbə kimi kəndimiz üçün görülən işləri alqışlayıram. Kəndimizin inkişafı mənim kiçik bacı qardaşlarım üçün də əlverişlidir.